Salam əziz izləyicilərim. Bugün mən çox kövrək xəmiri olan İrəvan kətəsi hazırlayacağım. Videolarımın davamı üçün beğen düyməsini basıb abunə olmağı unutmayın. Keçə hazırlanmasına burada 200 qramlıq stəkana 6 stəkan yarım ələnmiş undu, 300 qram bura yağ əlavə edirəm. Yağla unu biraz belə qarışdırıram. Əlinə umaç halına salıram. Bura yarım stəkan şəkər tozu əlavə edirəm. 250 qram xama əlavə edirəm. Xama olmasa qatıqla əvəz edə bilərsiniz, amma qatığın suyunu biraz süzmək lazımdır ki, çox sulu olmasın. Çay qaşığın ucunda duz əlavə elədim. Bir bütöv yumurta, bir yumurtanın sarısı. Yarım xörək qaşığı üzüm sirkəsidir. Yarım çay qaşığı çay sodası ilə belə qarışdırıram. Tam belə köpüklənir. Sonra xəmirin üzərinə əlavə edirəm. Bunları biraz belə qarışdırıram. Xəmiri yoğururam. Yumuşaq bir xəmir alınmalıdır. Xəmirimiz hazırdır. Üzerini örteceğim. Xəmiri qoyacağım. Hardasa bir 15 dəqiqə soyuducuda qalsın. Bu müddətdə içliyi hazırlayacağım. Burada bir dolu stəkan, ikinci stəkana 2 barmaq aşağı olmaqla undu, ələnmiş undu. Bir paçka bura vanil əlavə edirəm. 1 stəkan yarım şəkər tozu. 150 qram yağ. Umaç halına salıram. Zövqə görə bir damcı bura sarı kök əlavə edirəm. İçliyi sarı köklə də belə qəşəng qarışdırıram. İçliyimiz demək olar hazırdır. Xəmiri soyuducudan çıxartmışam. Hardasa bir 15 dəqiqə keçibdir. Hissəyə böləcəm. Xəmiri yüngül bir kündə halına salıram. Kündələrimiz hazırdır. Yaymaq üçün bir damcı un əlavə edirəm. Bu cür yayandan sonra kənarlarını biraz belə bərabərləşdirirəm, düzəldirəm. Hazırladığım içlikdən 4 xörək qaşığı dolu bura belə əlavə edirəm.
tərəfinə xəmirin belə bərabər belə yayıram. Bircə kənar hissəsinə bağlanan tərəfinə ora içlikdən yaymıram. Bu cür belə qaşıqla belə üzərini kipləşdirirəm ki, kəsən vaxtında çox tökülməsin. Və bu cür belə bükürəm. Çox da yumru bükməyin, çox hündür olmasın. Çalışın biraz belə enli bükün ki, kəsəndə də bişən vaxtında özü biraz hündürləşəndə forması qəşəng qalsın. Hər gördükcə üzərini biraz belə kipləşdirmək lazımdır. Kənar tərəfin üzərinə belə gətirirəm. Və tam belə bükəndən sonra biraz belə formasını düzəldirəm. Bu cür belə dalğalı alətlə ya da adicə bıçaqla da belə kəsə bilərsiniz. Listə bu cür yığıram. 2 yumurtanın sarısının üzərinə 1 xörək qaşığı süd əlavə eləmişəm. Çəngəllə qəşəng qarışdırandan sonra fırça ilə bu cür belə çəkirəm. Və qoyuram sobaya 190 dərəcədə, hardasa altı üstü qızaranda kətələrimiz tam hazır olur. Kətələr tam bişibdir, hazırdır. Çox ətirli, çox kövrək bir xəmiri olan kətələr alınır.